Hi guys, bugün sizi Miami'dən salamlayıram. Keçən dəfə bilirsiniz, bu otel mənim ürəyimdə qalmışdı. Ona görə də bu dəfə gələndə bu oteldə qalacağım. İndi gedirik içərisinə baxmağa. İçərisi mənə çox maraqlı idi və mən 2 gün bu oteldə qalacağım. Sadəcə bir mənfi cəhəti var. O da ki, otel çox köhnə oteldir, amma təmir olunub. İndi içərini sizə göstərəcəm. Getdik, vlogumuz başlasın. 317. Otelin içərisi. Dedim, biraz böyük otaq olsun. 4 nəfərlik otaq veriblər mənə, sağ olsunlar. Yəni, dediyim kimi köhnədir, amma sırf adı var deyə bu oteldə qalacağım 2 gün. Sonra dəyişirəm. Bu da mən. Bugün Miami biraz küləklidir və mən də dedim ki, düşün bir dənə axşam yeməyi yiyeyim, ondan sonra qalxıb yataram. Birdən belə bir məkan tapmışam, bunu göstərim sizə. Bugün axşam yeməyimi burada yiyəcəm, sabahdan isə burada dostlarımla bir yerdə gəzəcəyik. Əslində təhlükəli deyil, tək də gəzə bilərəm, amma yenə də dedim ki, risk atmayayım, ilk günümdür. Ona görə bugün biraz sakit takılım, sabah qəşəng yerlərə aparacağım sizi. Məkan şəkildədir. Adam para değil mi? Buradan gedək. İçəridə oturacağım. Hello. Və məkanın içi bu şəkildədir. Bugünü belə biraz sadə keçirmək istədim. Lift çox maraqlıdır. İndi düşürəm. Breakfast üçün belə bir kupon veriblər. Bu da otelin aşağısı. Gündüz görüntüsü bu şəkildədir. Bugün səhər yeməyimi düz burada eləyəcəm. Və səhər yeməyim Montana'ya qarşı çox qəşəngdir. Keçən dəfə bunu eləyə bilməmişdim, amma bu dəfə dedim burada qalmalıyam. Evet arkadaşlar, gedirik Flamingo Garden'a və mənim halımdan da gördüyünüz kimi Flamingo kimi giyinmişəm, bəzənib düzənmişəm. Təxmini 1 saat yolumuz var. Və dostlar, gəldim, çatdım Flamingo Garden'a. Hava əslində çox yaxşıdır. Yəni, günəşin çox olmamağı mənim üçün yaxşı bir şeydir ki, şəkillərim çox qəşəng çıxacaq. Ümumi lookum bu şəkildədir. Bugün özümü çəkəcəm. Yəni, idarə eləyərik. İndi girişi sizə göstərirəm. Baxın, belə bir girişi var. Burada da tovuz quşları var. Və burada bir dənəsi açılıb belə cəmaata özünü göstərir. Gör nə qəşəngdir. Dön baxım, nə gözəlsən. Küstü bizdən. Və dostlar, içəri girən kimi belə bir xəritə verirlər. Burada bu hissədə flamingolar var. Digər hissələrdə gəzə bilərsiniz dedilər. Saat 2-də də burada flamingo show olacaq. Yaxşı ki, gec gəlmişəm deyirəm. Saat 2-yə qədər gözləmək var idi. Burada hər yerdə də belə qəşəng yaşıllıqlar və görə biləcəyiniz çoxlu heyvanlar var. Yavaş-yavaş gedək, gəzək. Maraqlı bir şeylər görsəm, təbii ki, sizin üçün də çəkəcəm. Və bizi hər yerdə bu tovuz quşları qarşılayır. Bayaq videoya çəkəndə bunu görməmişəm, yanından düz keçmişəm. Düzmə elə baxır ki, mən niyə çəkmirsən deyir. Bayaq xalanın üstünə hücum eləyəndən sonra qorxuram. Deyirəm, birdən mənim də üstümə cumar. Hey, cik. Baxın, belə bir yerə gəldim. Sizə deyəcəm, bəlkə də Tarzan oyununu xatırlayanlar var, oynamışsınızsa əgər. Orada belə iplər var idi. Bir ipdən tutub o biri iplə də keçirdin ağaca. Neysə, buranı görəndə o yadıma düşdü. Dedim, sizlə də bölüşüm. Deməli, burada bir ev var. Bu ev
Flamingo Garden'ın yaradıcısı Rey'in evidir. İndi belə kiçik bir muzey tərzi bir şey eləyiblər. Çox qəşəngdir. Və burada da gördüyünüz kimi birinci bu ərazi sırf portağal yetişdirmək üçün olub. Ondan sonra çevrilib flamingo bağına. Burada da belə şəkillər falan görmək olar. Topuş quşlar var burada. Şahin özünü təmizləyir. Şahin, yatərsən. Qartal buradadır, amma çox uzaqdadır, ona görə görə bilmirəm. Bu tərəfdən biraz görünür. Sakit-sakit durub orada. Heç deyildiyi qədər deyilmişsən. Çox sakit imişsən. Əslində mən də belə görünürəm. Burada da belə bir yer var, gəlirsən düz quşların yanına. Açıqdadılar belə, bağlı deyirlər. Ümid edirəm işləməzlər və üstümə qaçmazlar. Bu niyə belədir? Nə olub sənə? Nə olub sənə? O deyirlər, qıçını qır, otur. Və belə qıçını qırıb oturub. Bunlar da belə yolun üstündə oturublar. Deyəsən, bunlar yatanda başlarını belə soxurlar qanatlarının altına. Nə maraqlı ördəkdir bu. Və belə dostlar, gəldim flamingoların yanına. Buradadılar. Geldim, burada da bu kız flamingoları yedizdirməkdən danışır. Buradan belə yedizdirəcək. Deməli, bunlar hamısı banan ağacıdır. Və dostlar, bu da mən. Arxamda gördükləriniz flamingolardır. Amma çox uzaqdadılar. Bayaq yemək verdilər və həmin o yemək vermə anına çata bilmədim. Təəssüf ki, o biri tərəfdə heyvanları çəkirdim, amma belə də göstərmək istədim. İndi daha yaxından göstərəcəm. Bu da son olaraq flamingolar. İndi isə yavaş-yavaş gedə bilərik. Bu küçələr yadınızdadır. Get adam. Arxa küçələrlə mən adətən buradan polisdən qaçırdım, amma missiya da var idi deyə xatırlayıram. Baxın bura. Və dostlar, gəldim, çıxdım Winwood küçəsinə. Baxın, burada hər yeri belə qəşəng bəzəyiblər, divarları. Və buralar ümumiyyətlə belə divar şəkilləri ilə məşhurdur. Hər binanı belə baxın, bəzəyirlər. Və sizə bir məlumat vermək istəyirəm. Əvvəllər bura sırf sənaye bölgəsi olub. Ona görə buradakı binalar hamısı qara rəngdə olub, boz rəngdə olub. Daha sonra buranı gözəlləşdirmək üçün bu küçə rəssamlarına icazə veriblər ki, boyalarla belə divarlara şəkillər çəksinlər. Hal-hazırda isə bura Miami'nin ən bahalı bölgələrindən biri hesab olunur. Burada da qəşəng bir burger yeri var. Mənə dedilər ki, ən dadlı burger oradadır. Ona görə yavaş-yavaş gedirik ora. Yol üstü göstərəcəm sizə divarları da. Burada da nəsə bir çəkiliş gedir. Nə çəkirsiniz? Küçənin ortasında nə çəkirsiniz? Nə çəkirsiniz küçənin ortasında? Yaxşı ki, dilimi başa düşmürlər. Və gəldiyim məkanın adı Labira bardır. İndi isə gözləyirəm burgerim hazır olsun. Burada da içkinizi seçirsiniz. Birazdan özümə içki dolduracağım. Hava qaralmamış. Bu küçələri biraz göstərim sizə dedim. Və
Burada niyə məşhurlaşdığı bəlli olmayan rəngli binalar. Brickell-dayıq. Və axır ki, körpü açılma anını görə bildim. Və gəldim Brickell sahillərinə. Biraz burada gəzmək istəyirəm. İnsanlar daha çox burada yürüyüş edirlər, burada otururlar, burada bir şeylər içirlər. Və burada da bilirsiniz nə var? O məşhur bir dənə otel var idi. Sonra onu söktülər, baxın. Söktülər deyəndə bombaladılar. Baxın, o oradadır. Dubayda bir dənə küçə var, belə düz gəlirsən, burada mall var. Belə yolun bu bir tərəfinə keçirsən, Marinada. Oranın əslini tapdım. Dedim, bir sizlə də paylaşım. Və geri qayıtdıq Miami Beach-ə və burada da divarda qəşəng şəkillər var. Dedim, bir çəkim sizin üçün. Belə bir küçəyə gəlmişik. Yəni bildiyiniz biraz mənə Taylandı xatırlatdı, amma hal-hazırda sezon olmadığı üçün çox da dolu deyilmiş. Dolu olmayan halına baxın. Good morning. Bəli, Miami'də yağışa düşdüm və hazırlaşmamışam gördüyünüz kimi. Çünki 50 dəqiqə yolumuz var və biz gedirik bot turuna. Yadınızdadırsa keçən vloglardan. Bot turu eləyə bilməmişdik, çünki saat 4-ə qədər işləyirdi və gedib çata bilməmişdik. Ona görə də mən indi gedirəm bot turuna. Yağış da olsa, tufan da olsa, qırğın da olsa mən o krokodilləri görməliyəm və o bota minməliyəm. Neysə, gedək görək başımıza nə gəlir. Çox istəyərdim havanın gözəlliyini sizə göstərim, amma yağışdır. Çatdım, makyaj elədim. İndi isə botu gözləyirəm. Baxın, bilet də aldım və mənim bəxtimdən yağış dayandı və botlar hal-hazırda işləyir. Birazdan botum qalxacaq, kadrları göstərəcəm. I didn't think he would make it, so that's why he was brought here. But he's gained a good amount of weight since being here. Burada da belə bir dənə tospiş var. Bayaqdan özünü daşa divara hər yerə çırpır. Və artıq botdayam. Yavaş-yavaş yağış yağır deyə papağımı da taxdım. Hazıram ovlamağa ya da ovlanmağa, görək hansı olacaq. Və turumuz yavaş-yavaş başladı. Oradadır. İmkan vermədi, yaşasın. Geldiğimiz yere geri döndük. Böyle bir şey çıktı buradan. Ve dostlar, bot turumuz bitən kimi özümə atdım mola. Sogras adında, bura 10 dəqiqəlik məsafədə bir mol var idi və Cheesecake Factory'də belə bir chicken yeməyi yiyəcəm. Dostlar, sabahınız xeyir. Deməli, dünən Everglades parkından çıxandan sonra alış-veriş elədim. Oradan da keçdim Orlandoya. Hal-hazırda Orlandodayam. Bugün Disney World-u gəzəcəyik bir yerdə.
Otelin ərazisi bu şəkildədir, amma mənim vaxtım çox az olduğu üçün burada vaxt keçirməyəcəm. Həm də ki, zaten günəş yoxdur. Ona görə gedək. Və səhər yeməyi üçün belə bir yerə gəldim. Üz otelin yanında. Axşama kimi vaxtım var onsuz da, ona görə rahat-rahat bir şeylər yeyib, ondan sonra Disney-i gəzməyə gedəcəm. Çünki axşam saat 11-də Fişəng şou olacaq, onu da görmək istəyirəm açığı. Günün ilk yeməyi. Buna baxın. Porsiyaları o qədər böyüdür. Amma nəzərə alsaq ki, axşama qədər gəzəcəm. Bunun hamısını yeməliyəm. Və gəldim özümə qulaq almağa. Belə bir qəşəng mağazadır. Deyirəm ki, bura uşaqla gəlsən, çətin çıxarsan. Bunu da bəyəndim əslində, qəşəngdir. Necə görünür? Bunu seçdim. Tamam, son qərarım bu oldu. Mənə də uyğun oldu. Disney Springs'dən buradan belə avtobuslar gedir istədiyiniz yerə. Bildiyiniz kimi 4 dənə park var. Mən əsas Magic Kingdom'u gəzmək istəyirəm. Cinderella'nın şatosunu görmək istəyirəm. Ona görə ora gedəcəm. Universal'a Las Vegas'da gedəcəyim üçün oranı seçmədim. Animal Kingdom da mənə maraqlı deyil. İşte vaxt qalsa Epco'ya da bir dəyəcəm. Dostlar, gəldim, çıxdım Magic Kingdom'a və girişdəyəm. Birazdan çox maraqlı kadrlar izləyəcəksiniz. Ona görə də çevirməyin. 2x baxa bilərsiniz, amma çevirməyin. Getdik. Və yavaş-yavaş gedirəm Cinderella Castle-a doğru. Çox qəşəngdir. Keçən dəfə gələndə niyə bura gəlməmişdim? Hələ də özümü sorğuluyuram. Of the enchanted woodlands, Rapunzel, Flynn. This really has been the best day ever! Discovering new dreams. That's an adventure for sure. Trying something new. Oh, this is what I love about the fiction Feels like home. The magic feels like home. Saatıydı deyə o qədər çox insan var idi. İndi isə biraz boşluq tapmışkən burada qəşəng şəkillər çəkdirdim. Keçid edib Instagrama baxa bilərsiniz. Və digər kadrları da qəşəng Instagramda düzənləmişəm, paylaşmışam vlog şəklində. Onları da izləməyi unutmayın. Hələ ki gəzirəm. Birazdan atraksiyonlara falan minəcəm. Çox həyecanlıyam. Atraksiyonlara. Görək kamera icazə verəcəklər. Həvəslə başladığım hər işin sonu. Yağış başladı, ildırım çaxır, göy gurulduyur. Ay Allah. Dedim bir dənə atraksiyona benim dünya dağıldı. Yəni alt tərəfi bir dənə atraksiyona minəcəydim. Bir dənə yox da, yəni 2-3 dənə atraksiyona minib çıxıb gedəcəydim də. Nədir ki indi bu? Dedim ki, yağışın yağmağından istifadə edib, gəlim, durum sıraya. Sırada da bu qədər insan var. Yağışa baxın bir dənə necə yağır. Və dostlar, təxminən yarım saatdır ki, sırada
Amma belə kullanıram. Hər dəfə deyirəm ki, aha, deyəsən qapıya çatdıq, yol təzdən uzanır. Amma deyəsən bu dəfə çatdıq, mahnı səsi falan. Amma çox qəşəng yollarla gedirik. Gedək görək sonumuz hara çıxacaq. Hava bizlə məzələnir də, yəni. Həm günəş var, həm də yağış yağır. Və özümü atdım yağışla çöllərə. İnsanlar deyir ki, bu qədər pul vermişik, gəzməliyik, yağış da təpəmizə döysə, ildırım da çaxsa, göy də guruldasa, gəzməliyik. Gəldim, çıxdım Tomorrowland-ə, yağış biraz dayanıb və gedirəm Tron atraksiyonunu tapmağa. Buranın ən sürətli atraksiyonudur. 95 km/saat sürətlə hərəkət edir. Bir dənə təsəvvür edin. Gedək görək başımıza nə gəlir. Başımıza deyirəm çünki siz də məndən gəlirsiniz. Orada balaca bir göy qurşağı var. Görürsünüz onu. Baxın, bunu istəyirəm. Yəni mən burada dayansam 105 dəqiqə sonra atraksiyona minə biləcəm, amma bu qədər yol gəldiyimi düşünərək, yəni gözləyəcəm. Yenə burada sıra var. Təsəvvür edin, 1 saat yarım gözləyib, 2 dəqiqəlik atraksiyonda bu qədər zövq alacağımı gözləmirdim, amma dəydi. Amma heyif ki, kamera götürməyə, telefon götürməyə icazə vermədilər. Çünki dəhşət sürətli idi, dediyim kimi bəzi hissələrdə 95 km/saata qədər sürətlənə bilirdi. Ona görə icazə vermədilər kameraya, telefona, çəkə bilmədim. Və gəldim özümü digər bir atraksiyonun sırasında tapdım. Əslində bu hissələri çox çəkmək istəmirəm, çünki atraksiyonları çəkə bilmirəm. Belə də yormaq istəmirəm sizi. Növbəti dəqiqələrdə ancaq minə bildiyim atraksiyonları göstərəcəm və əgər göstərə bilməmişəmsə, deməli heç birində çəkməyə icazə verməyiblər. Yəni, belə. Düz qarşısında hər axşam ateşfəşanlıq olur. Təxmini 18 dəqiqə davam eləyir, 20 dəqiqə davam eləyir dedilər. Mən daha onda qəşəng bir video ideyası var. Keçid eləyin Instagrama baxın. Əgər varsa, deməli çəkə bilmişəm. Deməli, nə oldu? Dünən başıma nələr gəldi, nələr. Heç nə, video çəkən yerdə kameram söndü. Başqa da bir şey olmadı və yaxşı ki, o anı sizin üçün çəkib paylaşa bildim və zaten ondan sonra da çox bir şey yaşanmadı. Geri qayıtdıq və hal-hazırda mən Miami'dəyəm. Burada çox qəşəng bir küçə var, adı Coconut Grove və burada qəşəng restoranlar var, parklar var, gəziləsi yerlər var və bugün biraz belə cool takılmaq istəyirəm, çünki gecə saat 5-6 idi biz Miami'yə çatanda. Neysə, gedək. İkinci səyahətimdə artıq Miami'nin altının üstünə gətirmiş durumdayız. Bir dənə görmədiyim gecə həyatı qalıb, onu da bu gecə inşallah aradan çıxaracağıq. Gedək görək Miami'də gecə həyatı necə olur, ona qədər də biraz küçələri gəzim. Qəşəng maraqlı binadır.
Və gəldim, çatdım. Elə bu binanın arxasıymış. Mənə deyirdilər, elə də böyük bir yer deyil, mini bir yerdir. Amma bu qədər kiçik olduğunu düşünmürdüm. Bu nömrə bir dondurma. Mən yeməmiş, əriməyə başladı. Sağ olsun. Son hal budur. Ay, amma nə yalan deyim, çox da bəyənmədim və havada günəş yoxdur, amma əriyirik dondurma ilə bir yerdə. Və gəzə-gəzə belə qəşəng, fərqli yerlərə çıxmışam. Şəhərin içində mini meşə. Həqiqətən də deyir ki, bu həyatda imkansız, mümkünsüz deyə bir şey yoxdur. Əgər o ağac yaşamaq istəyibsə, o daşın içindən də bir yol tapıb, özünə yer eləyib, yaşayıb. Nəysə, bu qədər də dramaya bağlamayaq, gedək qəşəng yerləri gəzək. Xəyalımdakı evi tapmışam, dostlar. Çox qəşəngdir. Bir də qəribə olan şey bilirsiniz nədir? Həm meşə kimidir, həm də şəhərin ortasındadır. Belə şirin-şirin də evlər var. Bu da heç də Tarzandakı iplərdir. Gələn tutsam məni qaldırar, yoxsa qırılar. Dələ, getmə məndən. Gedərəm özümdən. Və bu da sizə dediyim Greek dondurmaları Yunan yoğurtu ilə. Burada da belə hazırlayırsınız özünüzə qəşəng. Çəki ilə ölçürsünüz və alırsınız. Mənim hazırladığım. Bu daha qəşəngdir. Gəlsəniz mütləq bunun dadına baxın. İçini zaten özünüz təyin edirsiniz. Və dostlar, dediyim kimi bugün 6-cı gündür və istəyirəm ki, Miami'nin gecə həyatını görüm. Ona görə də Wynwood'a gəldik. Mən də belə yüngülvari bəzəndim, düzəndim. Amma krasovka giyindim, çünki küçələri qəşəng gəzmək istəyirəm, əylənmək istəyirəm və Miami'nin gecə həyatını tam olaraq sizə göstərmək istəyirəm. Getdik. Wynwood küçələri. Saat gecə 1-dir. Hələ tam buralar qızışmayıb. Və burada belə dilim pizza satılan yerlər var. Normalda cəmaət içir, sonra gəlir bura. Mən amma dedim bir yiyeyim, qarnım tox olsun. Ondan sonra gəzərəm. Bu şəkildə belə getdi. Özü üçün əylənir. Mən də içinə burada sıra gözləyirəm. Buranın ən məşhur və ən dəlixana klubuna girməyə çalışıram. Sıradakı ən axırıncı insan olmaq. Bir də keçən gün mənim 29 yaşım olduğuna inanmamışdılar. Görək bu dəfə inanacaqlar. Ama işte özü burada olmasa da mahnısı buradadır. Və dostlar, bugün mənim Miami'də son günümdür və uşaqlıqdan eləmək istədiyim bir şey eləməyə gedirəm. Gözünüz məndə olsun. Və dostlar, o istədiyim videonu çəkdim. Mütləq keçid eləyin, Instagrama baxın. Özüm vloga çəkmədim ki, maraqlı olsun. Keçid eləyəsiniz, baxasınız. Sizi Lincoln Road'dan salamlayıram. Burada maşın gəlir, işığı qəşəng düşür. Ona görə burada çəkirəm. Ətraf çox qəşəngdir. Buranın ən məşhur küçələrindən biridir. İndi ətrafı sizə göstərəcəm. Gəlmişəm tort yeməyə. Bir yandan da düşündüm ki, ad günümü daha erkəndən qeyd eləyə bilərəm.
Yəni Miamidə də bir ad günü keçirim məncə. Baxın, bu maşının işığı məni aydınlatdı. Targova kimi bir yerdir. Sağda, solda restoranlar. Düzdür, biraz yağış yağıb, ona görə yer sudur. Burada da yağış gah yağır, gah kəsir. Bugün bazar günüdür, amma küçələr boşdur. Və an etibarilə məni restorana buraxmadılar ki, sən krasovka geyinmisən, kabluk geyinməliydin falan filan. Dedim ki, qaqaş, mənim ayağımda problem var. Olmaz geyinmək. Yalandan. Neysə. Keçmədi. Bu saatda açıq. Bircə mukanı tapdım. Bu da keçən gün yediyim yoğurtdandır. Yoğurt yiyəcəm. Və gəldik ilk gün oturduğumuz yerə. Aztekoya. Və tortum. İlk ad günü tortum. Və dostlar, bir Miami vlogunun daha sonuna gəldik. Ümid edirəm ki, vlogumu sona qədər izlədiniz, like elədiniz və kanalıma abunə oldunuz. Əgər abunə olmusunuzsa, keçid eləyin, digər videolarımı da izləyin. Mənsə burada sizlə sağollaşıram. Çünki artıq yola düşürəm hava limanına və gedirəm San Fransiskoya. Mütləq o vlogu da izləyin. Hələlik!